Səsin yaşı olmur. Süzülüb gəlir dağ şəlaləsi kimi. Bulaq qaynayır elə bil. 1000 illərdir belədir. Hər şey zümzümədən başlayır. Təbiətin zümzüməsindən. Bəmə inir, cinə qalxır səs. Külək alıb aparır uzaqlara bu səsi. Yar aman aman ey, könlümün sevgili mahbubi mənim, vatanımdır, vatanımdır, vatanım. Vatanım verdi mənaya namun əmay. Vatanım ancaq unutmaq nə demək. Aman aman, yar aman aman, aman ey, yarım aman, ay aman aman, aman ey. Əsgərov Erkin İlhamoğlu 2002-ci il aprelin 17-sində Cəllabad rayonunun Alar kəndində doğulub. O dünyaya gələndə hamının əmi deyə müraciət etdiyi xalq artisti Teymur Mustafayev bu kəndi musiqi kimi aləmə tanıtmışdı. Kənddə ailə ansambulları fəaliyyət göstərir, el şənliklərini yerli müğənnilər aparırdılar. Quşlar, quşlar, nə gözəl oxuyur, bəh, 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 nə gözəl oxuyur. Quşlar, quşlar, nə gözəl oxuyur, cəh, cəh, bəh, bəh, nə gözəl oxuyur. Erkinin bu mahnı oxumağın müşahidə edəndə həmişə bir şey mənim yadıma düşür. Məhəmməd Füzulinin 2 misrası düşür yadıma. Leyli və Məcnun poemasında deyir ki, gəncini nəzm gizli qalmaz, sanmın günəş olsa nur salmaz. Bunun tərcüməsi o deməkdir ki, yəni şeir xəzinəsi, mədəni xəzinə, istedad heç vaxt gizli qalmaz. Sanmaq, təsəvvür eləmək olmaz ki, günəş əgər var, onun işığı olmasın, nuru olmasın. İstedadı şair bununla müqayisə edir. Və həmişə mən bu Erkin balamız oxuyanda o söz yadıma düşür ki, əgər insanda istedad varsa, o mütləq hansı bir vasitə ilənsə üzə çıxmalıdır. Təqribən belə bir təsadüf nəticəsində mən hiss elədim Erkinin oxumağın. Yorğun-arğın işdən gəldiyim vaxtların birində yaxınlaşdı ki, ata, mən oxuya bilirəm. İndi uşaq adam hərə bir noyla başdan eləyir ki, sualına cavab verməsin belə. Və beləliklə də deməli, məni də heç məhəl qoymadan başladı oxumağa. Və bu oxuya istər-istəməz mənim bu diqqətimi cəlb elədi. İstər-istəməz mən heyrətlənməyə başladım. Bu türk müğənnisi Əmrahın bir mahnısın o qədər gözəlliyinə, indi buna magnitofonda qulaq asmışdı, yoxsa telefonda qulaq asmışdı, o qədər yerində, heç o mahnını mən eşitməmişdim, ancaq hiss elədim ki, bu mahnını çox gözəl qabiliyyətlə oxudu və hiss elədim ki, bu uşaqda oxumağa qarşı belə bir meyl var və beləliklə o artıq o başladı məclislərdə, müəyyən toy yerlərində oxumağa. Əlbəttə mən əvvəl narazılıq eləyirdim ki, çox balaca idi, məsələn, bunu belə yerlərdə oxumaq falan, ancaq o istər-istəməz onun o daxilindəki o istək üstün gəlirdi bu toy məclisində orada və nəhayət təziyə məclislərində mərsiyə deməyə başlamışdı və bu beləliklə bu mərsiyə demək də yenə də təsadüfi deyildi, çünki o mənim babam da, mənim atam da, bu Erkinin babası məclislərdə yaxşı mərsiyəxan alıb, ancaq özü üçün mərsiyə deməyi bacarıb, bəlkə də onunla bağlı idi.
Erkinin anası Samira xanım Evdar xanım olmaqla yanaşı 4 oğul anasıdır. Böyük oğlu Elvin Sankt-Peterburgda ali təhsil alıb. Eşqin də Sankt-Peterburgda yaşayır və işləyir. Akşin isə Bakı Dövlət Universitetinin Tətbiqi Riyaziyyat Fakültəsini bitirib. Erkin evin son beşiyidir. Alarkənd 2 saylı tam orta məktəbinin 9-cu sinifində oxuyur. Onun oxuduğu sinfə Elçin Abbasov rəhbərliyidir. Elçin fizika müəllimi olsa da, Erkinin musiqi zövqünü bəyənir və dəyərləndirir. Erkin bizim məktəbin fəal şagirdlərindən biridir. Daima tərbiyəsi ilə, məktəbdə oxumağı ilə, dərslərində tələbkarlığı ilə şagird yoldaşlarına örnək olacaq bir şagirddir. Erkin məktəbdə yaxşı oxumağı ilə bərabər həm də məktəb tədbirlərində fəallığı ilə seçilir. Uşaq yaşlarında onu məktəb tədbirlərində həmişə oxuyardı və müəllimlər tərəfindən, şagirdlər tərəfindən çox bəyənilərdi. Sonralar bu Erkinin oxumağı məktəbdən kənara çıxdı, kənd səviyyəsində, rayon səviyyəsində tədbirlərdə oxudu. Sonra biz bunu onun valideynə də məsləhət etdik və digər musiqişünaslar da məsləhəti ilə Erkin İncəsənət Məktəbinə oxumağa başladı və rayon tədbirlərində oxudu və müşahidə olundu ki, Erkinin çox böyük istedadı var. Biz hər dəfə Erkinin hər hansı tədbirdə və ya televiziya kanalında görəndə çox sevinirik. İstər müəllim heyəti, istər şagirdlər, sinif yoldaşları çox sevinirik və Erkinin bu istedadının gələcəkdə daha çox uğurlar qazanmasını istəyirik. İstəyirik Erkin gələcəkdə səsi daha böyük yerlərdən gəlsin. Təbii ki, Cəlilabadda tanınmış insanlar çoxdur, istedadlı insanlar çoxdur və Erkin də yəqin ki, bu istedadların davamı olacaq və bu da bizim arzumuzdur. Necə ki, Erkin bizim indi sevimli şagirdimiz, istəyirik gələcəkdə də Erkin uğurları ilə bizi sevindirsin və hamımız sevimlisi olsun. Aşık şikayət eyləməyəz, hər cövrə səbr edəyər. Pərvanə sanma, ateşə yansana bas var aydat, 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 aman hey.
yoya çak imtihanaya belki bir ehli vefası ya ay koyma kadaya koyma kadem diyar mehabbet belalıdır ya ne iktidası var ne de ki intihası var koyma mehabbet belalıdır ne iktidası var ne de ki intihası var sabriyle sabriyle gün keçirən gərək əhli eşq olan hər dərd olursan hər dərd olursan axır bir gün davası var ayəman ah ayəman Şürəyli dilbəra çoxdan vurulmuşam nə rəhmi var nə dostluğu var nə yadası var şairlər içrə sanma hünərsizdir vahid nə olsan vahid nə olsan yenə bir ihtiyas var aman ayaman vedad aman ayaman aman 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 yar ayaman aman ayda daycan endim bulaq başına yarım çıktı karşıma endim bulaq başına yarım çıktı karşıma sevda nedir bilmezdim o da geldi başıma ya sevda nedir bilmezdim o da geldi başıma gel güzelim gel sevgilim olup gözün kurbanı gel güzelim gel sevgilim olup gözün kurbanı benim azad vətənimdə sana benzer kaymalıyım benim azad vətənimdə sana benzer kaymalıyım ulduzlanıp ay olmaz iş geçmezse yay olmaz
seven gözələ, gözəli də tay olmayaz. Könül seven gözələ, gözəli də tay olmaz. Gəl gözəlim, gəl sevgilim, olur gözün qurbanı. Gəl gözəlim, gəl sevgilim, olur gözün qurbanı. Mənim azad vətənimdə sənə bənzər hayvanıyım. Mənim azad vətənimdə sənə bənzər hayvanı. Mənim azad vətənimdə sənə bənzər hayvanı. Mənim azad vətənimdə sənə bənzər hayvanı. Erkin uşaq yaşlarından oxuyur. 4-5 yaşlarından xalq mahnılarını və muğama maraq göstərir. Onun oxuduğu Apardı Sellər Saramı, Evləri var xana-xana, Nar ağacı, nar çiçəyi, gülə-gülə xalq mahnıları dinləyicilərin qəlbinə asanlıqla yol tapır. Əmsi Hacı Adil Əskərov Erkinin mahnılarını həvəslə dinləyir, onun hər oğluna uşaq kimi sevinir. Mən də Rusiyanın ikinci paytaxtı Sankt-Peterburg şəhərindən sizi ürəkdən salamlayıram. Göstərdiyiniz bu təşəbbüsü yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, bu gənc istedadlı müğənniləri üzə çıxarmaq bizim dövlətimiz tərəfindən də bəyan edilir. Çünki bir neçə gün bundan öncə biz burada baxırdıq, ASTV kanalında gənc müğənnilər, münsiflər tərəfindən bəyan edilirdi, qiymətləndirilirdi və mən əminəm ki, bizim Erkin balamız da inşallah bu müsabiqələrdə yer tutar. Qaldı ki, Erkin məsələsinə, Erkin bizim əzdimizdir, bizim fəxrimizdir. O bir neçə dəfə burada Sankt-Peterburg şəhərində olub və burada restoranlarda oxuyub və üzr istəyirəm böyüklərdən, mənim oğlumun kiçik toy məclisində onun restoranda oxuduğu o Azərbaycan mahnısı bütün qonaqları heyrətə gətirdi. Hamı durub ayaq üstə bu mahnını dinlədi, qarşıladı və burada Azərbaycanın bayrağı dalğalandı. Mən arzu edirəm bu Erkin baladan Azərbaycan bayrağını digər ölkələrdə yüksəklərə ucaltsın. Mən bu işdə həm Erkinə, həm bu təşəbbüsü yaradana böyük uğurlar arzu eləyirəm. Allah sizə yar olsun. Öpürəm sizi.
Mən onu da deyim ki, Erkində oxumaqdan əlavə də çox böyük istedadlar var. O çox qəşəng pianino çalır. O gitara çalır, mahnı bəstələyir bu yaşında. Mən özüm də musiqi xoşlayan adamam. O vaxtı orta məktəb illərində mən qarmon çalardım. Bizim orta məktəbdə musiqi qrupu vardı. Mən orada qarmon çalardım. Və özüm bir musiqi xoşlayan kimi, musiqişünas kimi Erkini çox bəyənirəm. Və əminəm ki, Erkin inşallah yüksəklərə ucalar, ulduz olar inşallah. Erkinin nənəsi mərhum Həvəs Əskərovanın da məlahətli səsi olub. Həvəs nənə folklor bilicisi idi. El mahnılarını yaddaşında qoruyub saxlayır, ara sıra özü də nəğmələr qoşurdu. Mahnı, musiqiyə üstünlük verməyə başladı və günlərin bir günü hansı bir toy şənliyindəsə Mirzə Balan müəllim Musiqi İncəsənət Məktəbinin, Uşaq İncəsənət Məktəbinin müəllimi, həm də bizim qohumumuz, əzizimiz bunun oxumağı ilə tanış olandan sonra bu qəti qərara gəlmişdi ki, bu uşağı Uşaq İncəsənət Məktəbinə aparacaq. Və söz yox ki, mən biraz əvvəlcə çox da razılıq vermədim, uzaq yol idi. Həm də indi bütün atalar kimi insan istəyir ki, uşağı daha başqa bir sənətlə məşğul olsun, bir peşə əldə eləsin. Ancaq Mirzə Balan müəllim təkidlə onun sənətlərini yığıb musiqi məktəbinə apardı, İncəsənət Məktəbinə apardı və həqiqətən də orada Erkin uşaqların içərisində parladı. O bütün tədbirlərdə, bütün deməli remont tədbirlərində, salonlarda onun səsi gəlməyə başladı. Və beləliklə onun bu istedadı üzə çıxdı. Erkin məktəb tədbirlərində oxuyur, hətta kənd məscidlərində mərdiyələr deyib, səsi ilə hamını heyran edir. Tezliklə Erkinin səsi sərb toylarından gəlir. Onun səsinin sehirinə düşən Cəlilabad rayon İncəsənət Məktəbinin müəllimi Tarzən Mirzəbala Mirzəyev Hacı İlham'a məsləhət görür ki, Erkinin musiqi təhsil almasına icazə versin. Beləliklə tədris ilinin başlamasına baxmayaraq, İncəsənət Məktəbində Erkin Əskərovun səsini dinləyib, onun burada musiqi təhsil almasına şərait yaradırlar. Tarzən Mirzəbala Mirzəyev Erkinin musiqi istedadını yüksək qiymətləndirir. Biz həmişə bizim İncəsənət Məktəbində bizim müəllimlər axtarışda olur. Həmişə istedadlı uşaqları istəyirik ki, cəlb edək. Öz, məsələn, muğam sinfinə, tarix sinfinə, qarmon sinfinə ki, istedadlı şagirdlər yetişdirək. Mən bir dəfə eşitmişdim, Erkinin barədə eşitmişdim. Həm də ki, bizim əminin nəvəsidir. Ancaq mən rayonda çox olduğuma görə, biraz onu o qədər yaxşı tanımırdım. Elə eşitmişdim ki, bunun səsli uşağı vardı. Bir dəfə bu toy şənliklərinin birində, mən də getmişdim toya, gördüm, belə bir uşaq var. Dedim, kimdir bu? Uşaqlıqda soruşdu. Dedilər ki, filan kəsdir. Gördüm, mahnı oxudu orada, Hüzzal pərdəsinə qədər bunun səsi getdi. Sonra bu uşağı məclis qutarandan sonra çəkdim, yanında tanış olduq, elədik. Dedim, atova deyiləm ki, şəxsiyyət vəsiqəsinin uşağında onu biz məktəbə, İncəsənət Məktəbinin muğam, xanəndəlik sinfinə qəbul edirik. Yaxşı səsi var, həm bəmi var, həm ortası var, həm zili. Bu uşaq həm bizə, həm də onun təhsil almağına gördüm ki, çox ehtiyac vardı. Elə belə oxumaqla, məsələn, bir yerə gedib çıxmaq olmaz, muğamın, mahnı sirlərinə bələd olmaq olmaz. Ona görə dəvət elədik, bunu yapardım. İncəsənət Məktəbinə qəbul elədik. İndi də şükür Allaha, hələ səsi qəşəngdir. Müsabiqələrə gedib, keçən il, bu il, 2 il bundan qabaq da getmişdi. Axırıncı dəfə də Xanşunsi adına muğam müsabiqəsində iştirak elədi. Rayonun bütün tədbirlərində Erkin Əskərov birinci başda olmaqla tədbirlərində iştirak edir. Mən də 40 ilə yaxındır işləyirəm orada. Öz zənnimdən yayınmadım ki, bu uşaqda istedad var. Ona görə də oxuyur hələ indi, hələ 3-cü sinifdədir. İnşallah bunun gələcəyi yaxşı olacaq.
bizim professorumuz Arif Babayev deyib ki, məclislərdə muğam oxuyanlar məclislərdə yetişib, sonra gedib məktəblərə, asepsiyonalliyə, konservatoriyaya qəbul olmalı. İndi də deyim, Erkinin səsində mən gümrahlıq, şavralıq hiss edirəm. Var, qabiliyyəti də var, musiqi qavrama qabiliyyəti də var. İnşallah gələcəkdə mən ona uğurlar arzulayıram, onun təhsilini davam etdirməyini arzulayıram. Arzu edirəm ki, onun səsi yüksəklərdən, ən ali bizim məkanımız var, Milli Konservatoriyamız, oradan səsi gəlsin. Sonra televiziya ekranlardan, bütün rayonlarımızda, ölkəmizdən, xaricdə onun səsi həmişə gəlsin. Uğurlar arzulayıram ona. Erkin muğamın sirlərini öyrənir, onu tədbirdən tədbirə dəvət edirlər. Cəlilabad rayon Mədəniyyət Şöbəsinin müdiri Rəşad Salmanov Erkinin istedadına vurulur, onun rayon və respublika miqyaslı tədbirlərdə iştirakına şərait yaradır. Əsgərov Erkin İlhamov. Artıq Erkinin səsi televiziya kanallarından gəlir. O oxuduqca kamilləşir, səsi cilalanır. Budağın özündə, budağın özündə, ceyran otlar düzündə, mən yarımı sevirəm. Qoşaqal var üzündə, gülü dərən oldum, saraldım soldum. Gülü dərən oldum, saraldım soldum. Erkin Əsgərovun 14 yaşı var. Gənc olmasına baxmayaraq, özündə muğam oxumağa güc tapır. Azizinem gülə baxdı,
bülbüllər gülə baxdı. Azizinem gülə baxdı, azizinem gülə baxdı, bülbüllər gülə baxdı. Yarım üzümə güldü, ləbindən gülə baxdı. Gülü dərən oldum, saraldım soldum. Gülü dərən oldum, saraldım soldum. Gülü dərən oldum, saraldım soldum. Gülü dərən oldum, saraldım ey. Saldım ey. Erkin həm də bir neçə musiqi alətinin dilini bilir. Sintezatorda, gitarada və nağarada müxtəlif havalar ifa edir. Onun yaxşı oynamağı var. Erkin rəqqas məharəti ilə oynayır. Könlümün sevgili məhbubi mənim, vatanimdir, vatanimdir, vatanım. Vatanım verdi mənə namına may. Vatanım verdi mənə namına may. Vatanım ancaq unutmaq nə demək. İstedadlı gənclərimizdən bir qismi bölgələrdə yaşayır və belə gənclərin, belə yeniyetmələrin böyük qayğıya ehtiyacı var. Erkin Əsgərov Cəlilabad rayon Alar kəndində yaşayır. Yaşadığı kənddə onu əsasən səsi ilə tanıyırlar. Çox gözəl muğam ifaçısıdır, gözəl xalq mahnılarının ifaçısıdır və onun qayğıya böyük ehtiyacı var. Bunu onun müəllimləri də hiss edir və o qayğını da çox böyük səxavətlə ona göstərirlər. Mən istərdim ki, Erkinin özündən, özünün səsi ilə bağlı bir neçə məsələni soruşum ki, Erkini bu sənətə, bu musiqiyə bağlayan nədir? Erkin, sənin üçün musiqi nə deməkdir? Mənim üçün musiqi can deməkdir. Mən musiqi ilə yaşayıram mən. Niyə məhz muğamı seçdin? Məncə muğamda elə cazibə var ki, istər-istəməz insanı özünə cəzb edir. Vətən sənin üçün nədən başlayır? Vətən mənim üçün aldığım nəfəsdən, oxuduğum muğamdan, mahnılarımdan başlayır. Musiqiyə böyük maraq göstərməkdə olmamısan. Doğrudan da gözəl səsin var. Xalq içərisində, el içərisində də, müxtəlif tədbirlərdə də sevilirsən. Sənin ən böyük arzun nədir? Mənim ən böyük arzum işğal olunmuş torpaqlarımızın azad olunmasıdır. İndi tədbirlərdə oxuduğum Qarabağ şikəstəsini doğma Şuşamızda da oxumaq ən böyük arzumdur. Sağ ol, sənə böyük uğurlar arzulayırım. Arzu edirəm ki, elə məhz ən böyük arzuna çatasan. Sağ olun. Taytuşlarına maraqlı gəldiyindən tez Erkindən soruşurlar. Kim olmaq istəyirsən? Müğənnilik mi edəcəksən? Erkin onlara qısa və mənalı cavab verir. Vətənim, elim məni necə görmək istəyirsə, o cürdə olmağa çalışacağam.
Erkin uşaq deyil artıq, böyüyüb 15 yaşı var. Səsinin dəyişkən vaxtıdır. O indi daha çox vətənpərvər düşüncədə mahnılarının tərbiyəvi təsirini üstünlük verir. Sınamışam dostu yar Azərbaycan, 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 Azərbaycan. Eşitmişəm yaxınlardan, uzaqlardan, saç taxan arazlar Azərbaycan. Sınamışam dostu yar Azərbaycan, 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 Azərbaycan. Sən Azərbaycan, 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 Azərbaycan. Hansı səmtə, hansı yana, hansı yana, hey uçsam da yuvam sənsən Azərbaycan. Elim, günüm, obam sənsən Azərbaycan, 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 Azərbaycan. Elim, günüm, obam sənsən Azərbaycan, 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 Azərbaycan.
obam sənsən Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Hansı səmtə, hansı yana, hansı yana, hey uçsam da yuvam sənsən Azərbaycan. Elim günüm obam sənsən Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Elim günüm obam sənsən Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Elim günüm obam sənsən Azərbaycan. Azərbaycan, Azərbaycan, Azərbaycan. Teşekkür edirik Erkin. Çok sağ ol. Güzel ifade ederim. Sarıbulağın suyu kimi çağlayan, Şahnişinin havası kimi ürəkləri sərinlədən səsi Erkini öz elinin obasının sevimlisinə çevirib. Daha çox zildə oxumağı sevən bu yeni yetmə səsinin daha da ucalardan gəlməsini istəyir. Biz də Erkinə elə bunu arzulayırıq.